اما هر şeyden اول من لازم görürəm ki bir müqəddəmə در خصوص مولانا عرض edeyim. O budur ki heç şəkki və şübhəsi yoxdur ki Mevlana bir dənə böyük şəxsiyyəti olubdur ki bizim İslam təməddünündə böyük bir rol oynayıbdır və böyük bir əndişmənd və mütəfəkkiri olubdur ki bu əsərini nə tənha İslam təməddündə bəlkə hətta Avropada və Amerikada da yayıbdır. Ona görə bəzi müstəşriqlər deyirlər ki, əgər Uməviləri Əbbasilər dağıtdı, Əbbasiləri Moğol aradan götdü, Moğolu Teymuri Lənc, Teymuriyan aradan götdü və Teymuri Lənc, Teymuriyanı da Osmanilər aradan götdülər, Osmanililəri də Mevlana aradan götdü. Bir tədadlarına bu sual gəlir ki, xub axı Mevlana necə ola bilər Osmanililəri aradan götürsün ki, neçə qərn qəbl az Osmanilər yaşayırdı. Deyirlər ki, bir xatir bu ki, sərзəmin Asiyayı Səğirdə və Quniyyədə Mevlana o bəzr əfkarını tökən kimin orada o əfkarda bir xasiyyəti vardı. O xasiyyət ibarətidir nərmiyyət və sühulət və rəvani və müdara. O bais oldu ki, در nəticə o səmərə yetişdi və bu ağac özünü orada balupər verdi və در nəticə Osmanilər eləyənmədilər, çoxtər idami həyat versinlər. Əgər Mevlana'nın özündən soruşsaz, Mevlana özü deyəcəkdir ki, mən yaşayışımda 3 mərhələ keçmişəm. O şeirlərində də gətirir da ki, حاصل عمرم سه سخن بیش نیست خام بودم پخته شدم سوختم. Mənim yaşayışımı siz 3 mərhələdə eləyə bilərsiniz, yığasınız. Biri mərhələ-i xamidir, biri mərhələ-i puxtegidir və biri mərhələ-i suxtegidir. Sonralıqda öz şeirlərində belə yazır ki, mərhələ-i xami həman dövrədir ki, mən öz dədəmin yanında şagirdlik eləyirdim. Onun Mevlana'nın öz atası və öz dədəsi böyük alimlər olmuşdu o zaman və onun yanında bu در həqiqət tələmmüz eləymiş. Bir dövreyi ki, təqribən dövreyi ta senin nocavani bu dədəsinin yanında olurdu. Bu dövrə həman dövreyi xamidir ki, özü ondan ad aparır. Əlbəttə bu dövrənin adına özü qoyur dövreyi şəriəti. Şəriət, təriqət və həqiqət 3 dənə istilahdan istifadə edir. İstilah mərufi ki, sufiyyə ya urəfa bundan həmişə nəql ediblər ki, həmişə bir mərhələdən bir mərhələyə getmək olar, o mərhələdən də bir mərhələyə getmək olar. Əş-şəriətü əqvali və təriqətü əhvali və həqiqətü əmali. Bu bir dənə rivayətdir ki, sufiyyə peyğəmbərdən nəql edirlər ki, şəriət mənim sözlərimdir, təriqət mənim öz halətlərimdir və həqiqət mənim öz əməllərimdir, rəftarımdır ki, məndə görürsünüz. Hərçənd ki, bunun içində bir para bizim ariflərimiz vardır ki, bunların arasında mərzbəndihay əzimi در واقع yaradıqlar. مانند شیخ محمود شبستری که deyir ki, şəriət pust, مغز آمد حقیقت میان این و آن باشد طریقت. Əgər biz bunu bir dənə cildə kənar təşkil eləsək, onun məğzi həqiqətdir, onun qabığı da həqiqət şəriətdir. O bir nazik bir layeyi ki, beyin o qabıq və məğz qərar tapıbdır, o da həman təriqətdir. Bəd bunlara bir para vəzaifi sayırlar ki, və hər hal əgər qabıq olmasa, məğz
در şuruf nabudi و از بین رفتن. Buna görə deyirlər, o da ona həttəmən lazımdır. Həm hifazdır və həm bəziləri deyirlər ki, əhyana hicab da ola bilər. Gərək həmişə طول tarixdə beyin şəriət و təriqət و həqiqət bunların arasında mütəfəkkirان qovm bir dənə balans və təadüli yaratsınlar. Hər halda ikinci mərhələyi şəxsiyyəti Mevlana ki, həman təriqət adlanır, Divan-ı Şəmsidə bunun adını özü qoyur, mərhələyi puxtəgi, o mərhələdir ki, Mevlana در həqiqət varid olur özü o puxtəgi ya pişməx mərhələsinə, o در محضر محقق ترمذیdir. Bir عارفی ki, در həqiqət Mevlana به برکت مصاحبت bunun yanında به برکت ریاضت bir para مراحلی keçidir ta در کنار علم آموزی ki atasından aparmışdı. Burada fəqr آموزی və sohbət آموزini də muhakkik Tərməzidən götürsün. Fəqr xahi an به sohbət qaim است. Məsnəddir. Yəni musahibət. O musahibət onun yanında təmrin və təşkil edir. Muntaha bu iki şəxsiyyət hələ Mevlananı yerindən dərbədənmir, hələ Mevlananı yerindən uçudanmır. Vəli Mevlanaya bir şəxsiyyət elmi və fiqhi və dini bağışlayır ki, çox bir ağır, səngin buna şəxsiyyət verir. Be guneyi ki, Səlcuqiyan Mevlananın üstündə çox hesab edirlər, bir teydadları gəlirlər. Bundan در زمینهای حکومتی مشورت alırlar, bir yerə fərmandar göndərirlər, ustandar göndərirlər, Mevlananın nəzərini istəyirlər. Muinuddin Pərvanə ki, vəzir Səlcuqiyan dövrəndə xas bir Mevlanaya təvəccüh edir. Get və get Mevlananın Asiyayı Sənirdə در həqiqət müridləri çoxalır və o paygah ictimai ki, ələ gətirəcəkdir, Mevlana ələ gətirir. O cür ki, Doktor Zərrinkub kitab-ı Pellə ta mülaqat xudasında gətirir, deyir ki, Mevlana ta zamani ki, şəmsi görməmişdi, bir dənə qəzzali kamildir. Yəni, təbdil olmuşdur, bir dənə ağır, səngin bir şəxsiyyət elmiyə ki, biz bunun adını bir dənə qəzzali qoya bilərdik. O məhabət elmi bu şəxsiyyətində var idi. Bu در həqiqət ikinci şəxsiyyətidir və üçüncü şəxsiyyəti bir mədəd didar با şəms ittifaq düşür. Şəms bir dənə arif dövrəgərd idi ki, çox içi danışardı, hər kəsin təhəmmülü yoxdur şəmsinə yüzbəyiz olsun və o cür ki, nəql olubdur, Mənaqibul Arifin Əflakidə gəlibdir, o cür ki, kitab-ı Məqalat-ı Şəmsidə gəlibdir. Şəms özü bir dənə basavad və əhl-i fəzl bir ariflərdən olubdur, əhl-i kitab, əhl-i dəryafت olubdur, vəli çون şöhrətdən özü bizardır, در nəticə mürəttəb gəşti quzardaydı. Özü deyir ki, neçə şey insana afət gətirə bilər, biri sərvətdir, biri şöhrətdir. Buna görə Şəms çalışırdı ki, tanınmasın, vəli tanındı. Be bərəkət Mevlana Şəms در həqiqət tanınır və o hekayəti həttəmən siz eşidibsiz, neçə cürə nəql olubdur. O cür ki, məruflərin hekayətdir. Belə gəlir ki, Şəms Quniyyədə Mevlananı görür ki, balıq bər 200 nəfər müridlər bunun ətrafındadılar və bu da səvar bər əstəri olubdur. Dəbdəbə ilə, kəbkəbə ilə, təbəxtur ilə, təkəbbürlə bu hərəkət edir. Orada bunun qabağında qəbasını açır və deyir, mən səndən sualım vardır. Sual budur ki, sən mənə deməlisən ki, aya Bayezid Bəstami böyükdür ya Muhammed, Həzrəti Muhammed böyükdür? Orada Mevlana deyir ki, bu nə sualdır? Bizim seyyidimiz, sərvərimiz Həzrəti Muhammed bunların hamısından
balotər və böyüklərdir. Deyir ki, əgər öcürdür, və niyə bizim Peyğəmbərimiz deyibdir ki, ma əbədnâke haqqə ibadətik və ma ərəfnâke haqqə mərifətik. Xudaya, biz səni öcür ki, gərək tanıyaq, tanımamışıq. Öcür ki, biz səni gərək ibadət eləyək, ibadət eləyənməmişik. Vəli Bayezid Bəstami deyib ki, Subhani ma əzəmə şəni. Xudaya, mən nə qədər böyücəm, mənim şənim nə qədər yekədir, mən də yekə adamam. Bayezid orada özünü niyə bu cür yekəldir? Orada Peyğəmbər özünü niyə bu cür kiçildir? Sual da həqiqət budur. O cür ki, gəlir, bu təsvir sazı ki, şəms edir, belə nəzərə gəlir ki, istəyir. Orada Mevlana'ya desin ki, səni ki, mütəlliq bi taife sufiyan arıfansan, eyni Bayezidsən, mən də Peyğəmbərin tərəfindən gəlmişəm, nəmayəndə oyam. Mən özümü در həqiqət kiçilmişəm, sən özünü o cür yekəldibsən. Belə bir təsvir orada yaraldır onun zehnində. O cür ki, nəql olur. Deyirlər ki, Mevlana orada özündən gedir və əsərdən düşür yerə. O ləhsə olduğuna cavab verir ki, Bayezidin cavabı əsər fəxr idi, Peyğəmbərin cavabı əsər fəqr idi. فقر یعنی انتم الفقراء الله غنی و انتم الفقراء. فقر bu معنیه که orada Peyğəmbər از سر تواضع و فقر به جواب verir، ولی بایزید از سر فخر و به خود بالیدن به جواب verir. ولی de orada o cür ki nəql olur Mənaqib el-Arifin Əflakidə gəlir. Şəms Mevlana'nı ötürmür və gedirlər əvvəlin 40 ya aman 40 روز orada با هم olurlar. Hətta bir para müridlər qoyulmur içəriyə və bunlar با هم olurlar. O با هم olmaqda o cür ki sonralıqda nəql olur. Biz Divan-ı Şəmsdən istinbat edirik. O budur ki, tamam sözü ki Şəms burada Mevlana'ya deyir ki, sən çox yeyibsən, gərək bunları yuxarı gətirəsən. O qədər ağırlaşıbsan ki, sən uçamırsan. O qədər ulum və məarif oxuyubsan ki, bunlar hamısı yavaş-yavaş gəlib əl-ilmu hicabullahil əkbər. Hətta rivayətlərdə gəlir ki, elm bəzi vaxt hicabullahil əkbər ola bilir. Yəni, bir dənə böyük hicaba təbdil olur və Mevlana səndə bu ittifaq düşübdür. Və nəticə sən kitabları qoyacaqsan yerə, oxumayacaqsan. Nəql olur ki, Mevlana Divan-ı Mütənəbbini ki, böyük bir şair ərəbdir, çox oxuyardı və mürəttəb gizlincə Şəmsin gözündən o kitabı oxuyardı. Nəql olur ki, bir gün Mütənəbbi Mevlana'nın yuxusuna gəlir, deyir ki, mən divanımı qoyub qırağa ki, Şəms burada aramışı məndən alıbdır və qoyum mən burada da rahat yatan və rahat öləm. Ona görə mənim divanımı sən oxumayacaqsan. Əlbəttə, bizim ariflərin içində bir paraları vardılar ki, əslən kitab oxumazdılar. Bunlar Mevlana ilə fərq edirdilər ki, Mevlana o məktəbləri, o kitabları, o dövrələri keçitmişdi. İndi gəlmişdi içəridə onları palayiş eləsin və onları işi atmalıydı, eşiyə atmalıydı və bu işi Şəms bu unvan edən mürəbbi Mevlana'nın başının üstündə bu işləri ona gördürdü. Biz istəyək Şəmsin nəqşini Mevlana'nın barəsində görək, behtərin mənbə xudi kulliyat-ı Şəmsidir. Orada baxsaq görürük ki, Mevlana orada deyir ki, Şəms mənim başıma nə oğullar gəldi? Mən səccadə nişini babiqari budəm, bazıçəyi kundəkani kuyəm kərdi. Çox avruməl bir adamıdın, mütəşəxxis bir adamıdın. Məni sən elələdin ki, işdəki o uşaqlar parmağı ilə mənə göstədirlər və bazıçəyi kundəkani kuyəm kərdi. Və o məruf qəzəli vardı ki, murdə budəm, zində şödəm, geriyə budəm, xəndə şödəm. Dövlət eşq alməd və mən dövləti payəndə şödəm. Tamam o qəzəldə görürsünüz ki, در həqiqət Mevlana işarə edir ki, mən çox yaxşı oldu Şəmsi gördüm. Mən sən ölmüşdüm, Şəmsin bərəkəti ilə bir dənə həyati tapdım, bir yaşayışı tapdım ki, ona çox iftixar edirəm. Xonukən
قماربازی که بباخت هرچه بودش که نماند هیچش الا هوس قمار دیگر. Mən şəms bir dənə qumara girdim və o qumarda hər nəyim vardı, uduzdum və gördüm istəyir ki, təzdən bir dəfə də ondan bu qumara mən girişəm. Bu bir müqəddəmə idi ki, mən lazımdır ki, sizə deyəm. Şəms به خاطر bu ki, Mevlana'nı به صورت انحصاری öz ixtiyarına çəkmişdi. در نتیجه بیکار موردlər حسادت edirdilər bu hərəkətə və təslim tutdular ki, Şəmsi Mevlana'dan ayırsınlar. Və Şəms vaxtı bunu ehsas elədi, Quniyyədən bir dəfə köçdü, getdi. Vəli Mevlana oğlunu Sultanım vələdi göndərir ki, gedin Şəmsi mənə gətirin və mən istəyirəm ki, Şəms həmişə mənim yanımda olsun. Berəvide hərifan بکشید یار ما را به من آورید آن صنم گریزپا را به بهانه‌های شیرین به ترانه‌های زرین بکشید آن مه خوب خوش‌بتا را وگر او به وعده گوید که دم دیگر بیایم همه وعده مکر باشد بفریبد او شما را برو ای دل سبکرو به یمن به دلبر من برسان سلام و خدمت و عقیق بی بهارا. Bu qəzəli deyir və verir Sultan Vələdin əlinə, deyir ki, get, o mümkün sənə Allah da sənə deyək, get, mən də gəlirəm, inanma ki, yapışar əlimdən və Şəmsi mənə gətirin. Elə ki, Şəms در həqiqət bir dəfə də varid olur Quniyyə, o həman məruf qəzəllərdir ki, eşidibsiz, ağ zənid rah rahim ki نگار میرسد. Bunlar mütəlliqdir o doğruya ki, Şəms در həqiqət varid olur Quniyyə. چون آمدی اندر برم شد کفر ایمان چاکرم ای دیدن تو دین من ای روی تو ایمان من سخت نازک گشت جانم از لطافت های عشق جان نخواهم دل نخواهم آن من کو آن من که باشم بر تو را تو آن که نامم می نهی تو که باشی بر مرا سلطان من. Bu qəzəllər münasibəti həmandır ki, Şəms bir də gəlir در حقیقت Quniyyə sarı və gənə fəza məsmunlaşır və Şəms ehsası xətər edir. Mevlana برای اینکه bu fəzanı bir miqdar təltif eləsin, bir dənə kənzi vardı, o cür ki, nəql olur. به نام کیمیا خاتون onu به عقد Şəms gətirir. Bəzilər muhtəvit Kimya Xatun Mevlana qızı olubdu və çox cavan olmuş. Bu da برای اینکه müridlərin ağzını bağlasın ki, mənlə Şəms familiq bilgimizlə siz ondan əl çəkin və işiniz olmasın, bu gənə də ifaqə eləmir və nəhayətən Şəms həmişəlik üçün qeyb olur. O ki, deyirlər Şəms ölürlər və öldürürlər və gedirlər bir yerdə baxırlar, bir qani görürlər filan, bunlar در حد bir rivayəti nəql olurdu. Mevlana'dan soruşanda Mevlana deyir ki, Şəms heç vaxt ölmədi və həmişə diriydi və əhvalında gəlir ki, o adamlar ki, gəlirlər buna xəbər verirlər ki, biz Şəmsi filan yerdə gördük, bəzilər adət edirdi, yalandan gəlib xəbər verirlər ki, Mevlana'dan müjdiqanı alsınlar. Hər kim Şəmsidən danışırdı, Mevlana ona müjdiqanı verir, düzünə qələtinə baxmır. Nəql olubdur ki, sonralıqda Hindistanda, Şevqarri Hindidə Şəms görüşürdü. Bəli, bunlar در حد bir söhbətləri olur əhval Şəmsin barəsində. Hər halda bunu deməliyik ki, o şöləyi ki, Şəms Mevlana'ya vurur, aram qərar tapmır məgər اینکه بیپارا müridləri yaxınlaşır Mevlana'ya, مثل صلاح الدین زرکوب قونوی، مثل حسام الدین ارموی çələfi. Bunlar gəlirlər yavaş-yavaş Mevlana'yı ki, özü təbdil olmuşdur, bir dənə şölə atəşə, özü təbdil olmuşdur günə, neynidilər? Bunu aram edirlər, nərm edirlər və hətta Mevlana'dan Hüsamuddin istəyir ki, در مکتبخانه‌ها کتب عطار و سنایی تدریس شود خوشتران باشد که سرور ما نیز در این باب کتابی نگارد. چهار مقاله نظامی عروضی سمرقندdə bu cür deyirlər, belə gəlibdir ki, bir Hüsamuddin Mevlana'dan onu istəyir və Mevlana deyir, خود نیز در این فکر بودم
من özüm də bu fikirdəydim. O 18 beyt اول Məsnəvi ki, həmin Neynaməli çıxaldır və Husaməddinə verir. Deyir, bu 18 beyt məbələsini məndən gələsən. Mən deyəcəm, sən yazacaqsan. Hər yerdə, hər ləhzədə, hər məkanda Husaməddin ta Məsnəvin tutulan ləhzələrinə kimi Mevlana ilə bahəmdir. Tamam dəfatirdə در حقیقت Husaməddin kitabəti mühdəsinə çəkir. Da Mevlana özü dəst qələm olur. Məsnəvini filvaqi Husaməddin hər yerdə yazır, hər yerdə də Mevlana ilə həmrah olur. Bəzi vaxt elə olur ki, ta gecə səhərə kimi otururlar. Soğuk şod, ey soğuk را پشت و پناه عذر مخدومی Husaməddin بخواه. بیاد deyişi da süb oldu. Nə qədər uçacaq ki, məsələn, yazaq və deyək. Duraq, öz işlərimizə yetişək və Husaməddinin üzrünü də qəbul edək ki, bəli deyir ki, da süb oldu. Yəni, Husaməddin etiraz edirdi ki, da süb oldu, daxı Mevlana sən nə qədər deyirsən, mən yazıram. Özr məxdumi Husaməddin bixam. Bunun üzrünü qəbul edəklə ki, bu eləməli ki, da sübə yetişmişik, da bəsdir, bunu idamı verməyək. Ona görə Məsnəvi 6 dəftərdə yazılır. Hər dəftərin özünün bir dənə müqəddəməsi olur. Müqəddəmi bəzən ərəbi, bəzən farsi, yəni burada müqəddəmələrində yazılır. Təqribən becüz dəftəri əvvəl, bəqiyə dəftərlər hamısında Mevlana Husaməddin'dən tərif və təmcidlər edir. Məsələn, dəftəri doğuma siz baxsaz, orada yazır ki, مدت این مصنوی تأخیر شد مهلتی بایست تا خون شیر شد تا نزاید وقت تو فرزند نو خون نگردد شیر شیرین خوش شنو چون ضیاء الحق حسامالدین عنان بازگردانید زوج آسمان چون به معراج حقایق رفته بود بی بهارش غنچه ها ناکفته بود چون ز دریا سوی ساحل بازگشت چنگ شعر مثنوی با ساز گشت مثنوی که صیقل ارباب بود بازگشتش روز استفتاح بود مطلع تاریخ این سودا و سود سال 662 o tarixətə işarə edir ki 662-ci ildə در həqiqət biz məsnəvini başladıq. Mevlana'nın təvəllüdü 604-cü ildə olur, 602-ci ildə və 674-cü ildə fövt edir Mevlana. Təqribən 72 yaşında bu dünyadan gedir. Və orada da şair ki, Məsnəvinin suraşı 662-ci ildə olur. Yəni bir fasilə 10 il həm Məsnəvi, həm Divan-ı Şəms, həm Məcalis-i Səbə, həm Məkatib, həm Fih-i Mafih. Bunlar hamısı o dövrələrdə 10-15 salı axir ömrü Mevlana yazılıblar. Və bəd az Şəms əlbəttə. Məsnəvinin səbki به تعبیر دکتر زرینکو سبک منبریdir. سبک منبری سبک تعلیمیdir. Eyni bir dənə aləm kimi Mevlana çıxıb minbərə və orada hekayətləri deyib və o hekayətləri özü o zehni ilə təfsir və təbil və tövzih edir. Amma Divan-ı Şəmsidə əbədən səbk minbəridir. Divan-ı Şəms bir dənə əsər həmasıdır ki, Mevlana orada o qəd şuqa və həyəcana gəlir ki, əslən Mevlananı tutmaq olmaz ki, bir ləhsə tutasan. Hər ləhsə bu şəxs uçmaqdadır. Əgər biz istəyək təfavut Məsnəvi və Divan-ı Şəmsi deyək, eləyə bilərik deyək ki, Məsnəvi bir dənə parçadır ki, qəşəng mürəttəb olubdur, güllər hər şey yerindədir, bağban gedib gülləri qeyçiliyibdir, آرایش veribdi bu bağa, amma Divan-ı Şəms bir dənə cəngəl xodrudur. Bir surəti vəhşi bir cəngəl bara gəlibdi və ağaçlar vəhşi surətində güvəriblər. Bir tədadları çox yekədir, bir tədadları çox uzundur, bir tədadları çox şaxəlidir, bir tədadları çox kölgəsalandır və ovucu tuturlar.
Bu şayet eləmək olar ki, düzdür bu iki kitabı müqayisə edəsən. Zahid با ترس می تازد به پا عاشقان پرانتر از برق و هوا. مصرع دومدا مولانا عین دیوان شمس شنیده، مصرع اولدا مثنوی شنیده. مثنویdə bu yer, مثنویdə bu nəhayət qaçır, bəli divan şəmsidə bu uçur. Buna görə bu təfavut bu iki kitabın arasında biz yarada bilərik. به خاطر حرمتی که شمس bunun yanında vardı və həmişə şəmsidən çox əzəmətlə yad edibdi, o kitabın adını da qoyub Divan-ı Şəms ya Külliyat-ı Şəms. Usulən adı ki, Mevlana kitablarına intixab edir, nəhayət təvazu burada xərcə veribdi. Bu yekəxdə, bu əzəmətlikdə Məsnəvi ki, baliğ bər 25.000 beytidir, adını qoyub Məsnəvi. Məsnəvi bir dənə qalib şeiridir. Eləyə bilərdi ayrı bir ad qoysun onlara. Ya məsələn kitab Fih Mafih, yəni dəru həst, anca dəru həst, bir dənə sadətərin addır ki, buna intixab olurdu. Xəmirmaye və məğz əndişə Mevlananın biz kitab Fih Mafihdə görə bilərik ki, orada hekayətlər çox qıssa surətində gəlib və Mevlana onların hamısını dənə-bədənə Məsnəvidən eləyibdi, açıqdır və açıqlayıbdır, qol-qanat veribdir o hekayətlərə. Hər halda Məsnəvi səbk Qur'an gedir qabağa. Həmçinin ki, tamam ustaxanbəndi Qur'anı biz hekayətdə və dastanda və nağılda biz görürük. Hətta baxırıq ki, Peyğəmbərə də o dövrəndə iradlar ibarət edir ki, sən bizə gəlib fəqət hekayətlər deyirsən ki, bu hekayətlər əsatirul əvvəlindilər. Biz bunları bilirik. Bilirik güzəştədə nə ittifaq düşüb, Peyğəmbərlərin sərgüzəştlərini sən bizə deyirsən. Orada Mevlana'ya da bu irad tutulur ki, bu nə mənədir sən bizə deyirsən. Bu kitabı sən ərzişini və şənini gətirir. Sən qərarıdır Muhyiddin Ərəbi Əndəlusi kimi məsələn bizə deyənə böyük bir kitabı, əzim irfani yaradırsan. Belə bir sualları müridlər bunlardan soruşurlar ki, Mevlana bunlara pərxaş edir və qabağında dayanır ki, siz iştibah düşünürsünüz. Xəlbəti naqaq az fərqani, sər furud avər çön tə'ani ki, suxən pəst است. Yəni Məsnəvi qıssə-i Peyğəmbər Peyğəmbər نیست در وی ذکر اسرار بلند که دوانند اولیا آن سو سمن. Bunlar irad tutublar ki, burada əsrar-ı buləndi yoxdur, Ovliya o səmtə getsin. Mevlana deyir ki, bəli, siz bunlar düşünmürsünüz. Mən vaxtı ki, hekayət deyirəm, bu hekayət bir dənə dam-ı tələdir ki, mən atıram, məanini ondan mən şikar edirəm və seyd edirəm. Ey bərادر qıssə çön peymanə ist, məni əndər an besan danə ist. Bu bir dənə peymanədir ki, mən o məanini ondan şikar edəcəyəm və ələ gətirəcəm və siz gərək bu işləri görəsiniz. خود بدیدید ای خسان طعن زن که شما بودید افسانه نه من. Siz gördünüz ki, Qur'an qaldı, Məsnəvidə qalacaqdır və mandəqar olacaqdır. Və vaqəən də Məsnəvi qaldı və mandəqar oldu. O cür ki, Molla Hadi Səbzivari ki, özü bir dənə şarihin buzurg Məsnəvidir, nəql edir, deyir ki, mən bir yerdə gedirdim, bir dənə Zubalidanın qırağında bir dənə kitab tapdım. O kitabı mən Zubalidandan götdüm, oxudum bir para yerlərini, onda çox jərf bir məani tapdım. Təslim tutdum o kitabı şərh edəyəm. Bu həman kitabı Məsnəvi Mevlana'dır ki, Molla Hadi Səbzivari bunu Zubalidandan tapır və şərh edir. Şərh-i Molla Hadi Səbzivari bər Məsnəvi ki, şərh-i Molla Sətrai bər Məsnəvidir. Hər halda bu kitab Məsnəvi müxtəlif şərhlər götürübdür. Bəzi şərhlər şərh-های ədəbidir, مثل şərh Kərim Zəmani. Bəzi şərhlər şərh Sufiyanədir, مثل şərh Ənqurəvi ki, bir dənə mütəfəkkir Türkiyeyi gəlibdir, Məsnəvini şərh edibdir. Bəzi şərhlər şərh fəlsəfidir, مثل şərh Ustad Muhammed Təğir Cəfəri ki, Məsnəvidən olubdur, şərh
fəlsəfidir. Bəzi şərhlər də در حد باز کردن بیکار واژelər və مفردات مصنوی‌dən olubdur. مثل şərh استعلامی مصنوی‌dən. Ona görə Mevlana چون kitab mənəvidir, mutmainən də bundan bu yana müxtəlif şərhlər özünə götürəcəkdir. Mən bu müqəddəməmi çox uzatmıram. İcazə versəz, mən əvvəlin hekayətini əsərdən başlayayım, neçə beyt oxuyum. Bəd 10 dəqiqədə həqiqət oxuyacağım. 10 dəqiqədən sonra sizin söhbətlərinizə mən qulaq asacağım. Muvafıqsınız ayə nəzəri? Mən hekayəti ki başlayıram, elə dəftəri əvvəldəndir. Dəftəri əvvəldən əvvəlin hekayətdir ki, məruf bir hekayətdir. Həttəmən eşidirsiniz. بشنوید ای دوستان این داستان خود حقیقت نقد حال ماستان. ای دوستان من sizlərdən hekayət deyəcəyəm ki, bu mənim öz hekayətimdir. Öz zindəcanlığımda təcrübəmdir ki, sizə nəql edirəm. Mevlana deyir. Hekayət ibarətdir bir dənə padişahdır ki, bir dənə kənizəkə aşıq olur. Eşidirsiniz də? Mərufdur. Muta biz bu hekayeti kamil okuyacağız burada. Kamilen okuyacağız bu hekayet. بود شاهی در زمانی پیش از این ملک دنیا بودش و هم ملک دین. Bir şahi vardı qədim zamanlarda ki, həm millətin dünyasına yetişirdi, həm ahirətinə yetişirdi. Zahirən qədim zamanlarda belə bir padişahları varmış ki, həm məsail dini və həm məsail dünyəviyə yetişirdi. Biz bir dövrədə görürük ki, məsail diniyə در حقیقت فقهای اون دوران به عنوان هم قاضی هم فتوا دهنده yetişirdiler. سلاطین به عنوان مجری بودن. Mevlana deyir ki, nə, burada bir şah vardı ki, bunların elə ikisi də bunların əlindəydi. اتفاقا شاه روزی شد سوار با خواص خویش از بهر شکار. Bir gün məxsus adamları ilə şah şikara çıxır. یک کنیزک دید شهبر شاه را شد غلام آن کنیزک جان شاه. Yolda bir کنیزکی görür və padişah bu کنیزکə aşık olur. مرغجانش در قفس چون می‌تپید داد مال و آن کنیزک را خرید. وقتی که o کنیزکی o vəziyyətdə görür və aşık o کنیزک olur, təslim tutur ki, o کنیزکی alsın və öz ixtiyarına gəlsin. چون خرید او را و برخوردار شد وقتی o کنیزک aldı və ondan bəhrəmənd oldu, آن کنیزک از قضا بیمار شد. از قضا یعنی اتفاقا bir ittifaqi düşdü ki, bu کنیزک mərz oldu, naxoş oldu. Yeki burada zəhn-i Mevlana gedir ki, insan bir şey tapanda həmişə bir şey əldən verir. Yəni, dəqiqət bunlar در لابلای bu hekayət bunlara bizə təvəccüh edir ki, Mevlana o nükləهای tərbiyəti و تعلیمی و insan sazanəsini burada tərh edir. Ki, bəli, siz zindəcanlıqda bilin ki, hətmən bir şeyi ələcətdiniz, amadə olun ki, bir şey də verəcəksiniz, əldən verməlisiniz. Bu, aləmin qanunlarındandır, layətəğəyyərdir. An yeki xər daşt, palanmışdı. Birinin eşşəyə var idi, palan yox. Yaft palan, qurd xər ra dər. Getdindən müsibətlə ona palan tapdı, gəldi. Qurd eşşəyi dağıtdı. Hala siz şəhər canavar deyəsiniz də, biz qurd deyərdən var. Onu dağıtdı. کوزه بودش آب می نامد به دست. کوزه vardı su yoktu. Düştü küzəni aldı əlinə getdi su tapmağa. Ab ra çön yaft xod کوزه şəkərst. Suyu tapan kimin küzə dəydi bir yerə sındı. Bu iki dənə misaldan در həqiqət Mevlana deyir ki, bəli, bu padişah ki, bu kənizəki tapdı, bir neymətə əl tapdı. Vəli amadə gərək olaydı ki, bir şey əldən versin. O da kənizəkin mərz olmasıydı. شه طبیبان جمع کرد از چپ و راست گفت جان هر دو در دست شماست. Bu təbiban mənzur o həkimandılar da ki, padişahın həmişə dövrlərində idilər,
təbiban dərbardırlar. Sağdan, soldan onlar yığdı, gəldora dedi ki, bizim ikimizin də canımız sizin əlinizdədir. Həm məni padişah və həm Kənizək, siz gərək dərman eləyəsiniz. Canı mən səhl است, canı canım buz, mən heç, canı canım. Bu təbir Mevlana'dan çoxdur məsnədə. Canı can, ab ab. Bu təbirə gətirir. Bəlkə ki, istəyir Mevlana o məğzi bir şey işarə eləsin, bunu 2 dəfə gətirir. Canı can. Mənim canımın canı bu kənizəkdir. Mən heç dərdmənd o xəstəyəm, dərmanəmuz. Mən yorulmuşam, noxoşam, mənim yaxşı eləyənim məsələn budur. Onu siz yaxşı eləsəz, mən də yaxşı olacağım. Hər ki dərman کرد مرجان مرا برد گنج و در و مرجان مرا. Bu mər həman nişanı məf'ulidir da, mutun güzəştədə qəbl az məf'ul gəlir. Deyir ki, hər kim mənim canımı, mənim ruhumu dərman eləsə, məndən nə istəsə mən ona verəcəm. Cümlə گفتندش که canbazی کنیم. Hamısı dedilər ki, özümüzdən keçəcək əslən. Olmayan fədakarını biz özümüzdən eləyəcək. Fəhmgir darیم و انبازی کنیم. Fəhmləri olacaq bir yerə və müşarikət eləyəcək. Enbazی yəni müşarikət kərdən. Müşarikət edib bu kənizəki diriləcək. Hər yeki از ما مسیح عالمی است. Hər birimiz bizim dünyada bir dənə özümüz, bir dənə Məsih, dünya Məsihiyik. Məsih necə öldü, dirildirdi. Biz də özümüz təbib burada. Hər ələm ra در کف ما مرهم است. Hər nə mənə dərd olsa, biz onun mərhəmi burada, mərhəm qulunu yaxşı elərik. گر خدا خواهد نگفتند از بتر پس خدا بنمودشم عجز بشر. Mevlana gəldi 2-ci müşkiyə varid olur da burada. Deyir ki, bəli, bunlar dedilər biz onu yaxşı eləyəcək. Amma demədilər ki, əgər Allah qoysa. La təqulənə li şeyin inni failun qədən. Quranda gəlir də xitab Peyğəmbər zahirə. Vaxtı ki, Peyğəmbərdən soruşurlar ki, sənin nəzərin ruha nə mənədir? Ondan sonra helala nə mənədir? Bundan soruşurlar. Peyğəmbər deyir ki, mən sabah sizə cavab deyəcəyəm. Xitab gəlir Peyğəmbərə ki, sən demək ki, mən bir şey sabah deyəcəyəm. Sən gətirsən ki, Allah qoysa mən sabah deyəcəm. O ki, nəql olubdur. 40 gün Peyğəmbərə vəhy münqəti olur və gəlmir ki, xatirə bu cümləsi və bədən inşaallahı در واقع gəlir yerində Quran otudur və deyir ki, bəli siz burada həmişə kələmi inşaallahı işlətməlisiniz. Əgər Allah qoysa biz o işləri görməliyik. Gəl Xuda xواهد نگفتند بتر. Bətər yəni sərkeşi, qurur üzüylə bunlar onu demədilər. Pəs Allah neynədir? Bunların istədi natəvanlıqlarını özlərinə göstərsin. Tərk istisna muradəm qəsvəti ni həmi qoftən ki arisalətir. Mevlana deyir, bəli, mən vaxtı deyirəm ki, istisna yəni inşaallah qoftən. Əgər mən deyirəm ki, bunlar inşaallahı tərk edirlər, mənzurum bu dər ki, bunlar dildə tərk edirlər. Nə? Bəzilər var, dildə əslən gecə-gündüz dururlar, la havlə və la quvvət illə billah, Allahu Ekber, Subhanallah, dillərindən düşmür yerə. Deyir, vəli bunlar ürəklərini hələ geçmir durur. Gəl nüfuz eləyək, ürəklərinə keçək, onda ürəklərində emal eləyək, geçmir. Ona görə deyir, mənim mənzurum o qəsvətdir. O səngrili ki, bunların ürəklərində var, nərm oluyubdur. Öz ixtiyarlarını vaquzar eləməyiblər. Aləmin xaliqinə ona vaquzar eləməyiblər. Mənim mənzurum odur. Nə ki, dildə bunlar deyərlər. Nə, o deyir. Tərk istisna muradəm qəsvətiz ni həmi qoftən ki ariz halətiz. Mənzurum bu dər şey, ariz halətiz, yəni halət ariziz. Usufu sıfət məqlubdə, əksidentaldır. Nə bir haləti ki, bir surət ərəzi və təsadüfü در həqiqət ittifaq düşür. Ey bəsa navordə istisna beqov. Olur bəzi insanları ki, xandılar, hələ bir mərahilə yetişməyiblər, ürəkdən bir dəfə inşaallah deyirlər. Canı ba can istisnas çox. O ləhsə ittisal əncam tapır. Bunların ürəkləri can istisna, yəni xudavəndlə vəsl olur, hər işi görürlər aləmdə. خب ادامه حکایت انشاءالله
جلال جلسی است. ای بسا ناورده استثنا بگفت، جان او با جان استثناست جفت. ترک استثنا مرادم قسوتیست، قسوت یعنی سنگدلی دار، قسی القلب. نی همین گفتن که عارض حالتیست، نه همین گفتن معمولی، نه همین گفتن معمولی. اون دقیقه bizim fırsatımız var ayda alırsa. Eğer suali var bu fasilede siz soruşabilirsiniz. با هم danışabilir bu 10 dəqiqədə. Ustad, neçə modəli işləmi söyləyir? Burada tisvanı ölməni, ya şuur və əksəniyyəti, dəqiqənin səthi ki, geçiyan şuurda geçib, kəsəcə şəhər olsa ölüm bəli, şəhər bunun inşaatı elinə tisvanı ölməni. Hər ikisi də ola bilər. Yəni, Mevlana həm Benoyi muhtəqid edir ki, Şəms az nəzər cismani ölmübdür. Həm Benoyi muhtəqid ki, bəli, Şəms ölməyib, ölməyəcəkdir, yəni qalacaqdır. Yəni, həqiqət istəyir deyək ki, mən Şəmsi diri saxlayacağım əsərlərimdə, dil və dil aparacağım da. Bir dənə cümlə var, nəql olur, deyirlər ki, خدمتی که ملحدان به خدا کردن موحدان نکردن. Yani filozoflardan nəql olub da bu cümlə. Deyirlər axı nə cür mülhidlər Allaha xidmət ediblər ki, muvahhidlər eləyənməyiblər. Deyirlər ki, mülhidlər o qədər dildə hey Allaha inkar ediblər, isbat ediblər, inkar edib, isbat ediblər. Bəhs olub da öz oralarında. Vacih Allah bunların içində həmişə giri olubdu. Sinə və sinə nəql olub. Bəli, muvahhidlər üçün qəbul ediblər, imanlar olub, iş gətirməyiblər ki, bəhs edərdə. O qalıbdır, o dayanır. Ona görə nəzərə belə gəlir ki, Mevlana Şəmsə bu cür baxılmış. Zəminli zeynin oldu. Usta dəstəli fərqli. Məntəb yazdılar. 3 ay müqamına bax. Yazdılar ki, Şəms-i Təbrizin gəlmişində foydaları zahirəcə və dəqiqən hücumlarda qiyməlidir. Bəhs qılmışdır, istəyirlər, ülkəyə rəqabətə xalaç deyirlər. Deyir ki, Şəmsin qəbri Təbrizdə çıxdı. Şəmsin qəbri Gülüstan bağında dəqiqən o ikinci madə Arifan işləyirlər, tənzimatı var. Dəqiqən o da Şəmsin qəbri etmişdir. Bərən üstündə o xoydaçı qəbri zaten çıxmıyor. Barası çıxmıyor. Aşkar edəmər. Bu da mənə zeynətin var. Şəmsin özünə şirqar zeyhindilər 2-3 dənə qəbri var, ələn. Yəni, ziyarətə gedərlər müsəlmananı Hind. Çünki Şəmsin özünü orada bilərlər ki, orada dəfn olur. Bəli, xub bir heyət təhqiqatı ki, min cümlə Muhammed Əli Muvahhid cəmi məqalat Şəmsi təhsil edibdir və çap edibdir və insafən Şəms barəsində böyük bir xidmət edibdir. Bu, onların nəzərlər budur ki, az nəzəri tarixi Şəms elə gəlib xoyda fot edib və orada dünyadan gedibdir. Ki, hətta gəldilər orada neçə dəfə həmayiş qurdular və hər il orada bir həmayişi də olur. Xob, bəd. Arkadaşlar böyle Şems Mevlana'nın ustad edip ve Cemil Mevlana vardı İrfan Ebe'de. O da Şems'in öz ustad için miymiş? Şəmsin barəsində mən bilmirəm Şəms kimlə dərs alıbdır. Onu mən bilmirəm. Bizim var idi ki, bir para ariflər vardılar ki, bunlar özlərini çətin bir dənə məktəbə vabəstə edirdilər. Yəni, bu qədər riyazətlə və musafirətlə özlərini bir dərəcəyə çatdırırdılar. Məsələn, biz indi soruşdaq Bayezid Bəstaminin məsələn ustadı kimdir, ya Əbu Səid Əbu'l-Xeyrin ustadı kimdir, ya Şibrin ustadı kimdir, şayad Həllacın ustadı kimdir, şayad bunlarda biz bir roşən cavaba yetişəməyəcək. Bunlar qollələrdirlər ki, birdən zuhur ediblər də. Hafizin nə barəsində bu sual var ki, Hafiz kimin məhzərində örgənirdir? Buna bizim roşən cavabımız yoxdur. Bir ləhzə əvamil və şərait və fəza
icazə verir bu şəxsiyyətlər zuhur edirlər. تحصیلی نمونه چی؟ مثلا التقاء بچی نفرات که مثلا حافظ یا ابوذر در یا بایزید یا شمس تحقیقات نمونه چی؟ مثلا چند درس کار به تحقیق اولوبیان یه چی میگه؟ Qətlən ki, təhqiqat olubdur. Bundan təşkiləsinin barəsində kitablar yazılıb, risalələr yazılıb, məqalələr yazılıbdır. Bəli, bəzi yerdə o İncildə bir cümlə var ki, deyir, şagird heç vaxt payı ustadına mirəsəd, bəzi məqalədə mirəsəd və balatər əmrlər. Bu ittifaq düşür. Yəni, birdən elə olur ki, mümkündür bir doğruya qurtaqda gəlib, bir dənə ustadın yanında bir iki bir dərsi öyrənib, bəli, oradan da rədd olub keçib və o ustaddan bir məratib balatər. Ərsə elmdə və irfanda çoxlar ittifaq düşür. Yani hocam, dersin tarihinde ölçüsüz Selçuklu'ya Moğollar'dan ezer alırdılar. Bəli, gələrdir. Selçuklu'nun Anadolu'yu Selçuklu'ya, İran'ı Selçuklu'ya dönmüş. Elə o zaman Səlcuqilər ikisində də var idi. İmparatorluğu təşkil edərək bu zamanı gəlirdi. İki qardaşın işte hükümet ayrılığı bu. Nəzərə gəlir ki, çünki İran soxlar fasiləsi ayrılmış, o Anadolu'nun Səlcuqluların şeytan şiiranmış. Ola bilər, mən onu bilmirəm. Bəli, Səlcuqilər ki, bəd az Qəznəviyan işə çatırlar. Bunlar Xulafai Bəğdaddan در həqiqət muhr təidi alırdılar və gəlirlər keşvərهای qeyri-ərəbdə bunlar hükümət edirlərdi bu zaman. İranıdır, Asiyayı Səğiridir. Özləri də türk idilər, həm Qəznəvilər türkdülər, həm Səlcuqlar. Xoş, müvafiqsiniz də bu tarafdan. Xoş, əgər müvafiq olsanız, xilasdan siz də razı olsanız, biz gələn həftəsinə elə sallıq salona, salonda da həm mikrofon olsun, həm də ki, zəbt olur. Yoldaşlar dərs təxribatının internetində biz ki, önce o qədər kustuya bölünmüş, ekranda olurdu, işləsmişdə təvəccüh edən, mənim nəzərimdə, yəni Məsnavi klası 5 nəfər, 6 nəfər özü çox-çoxdur. Çünki yəni mən nəfərətə özü baxıram. O qəbul edeyim, ben yoldaşlarımızın soxları var, işləyəcəklər var, intizamlar olmuş. Şayet bu salona çıkacak özü bir tane iyice təbliğ olur. Salonun kapısını asılsa göğsüyle mesela 5-6 nəfər özü burada söhbət edirlər, müştəqlər olur. Ama o da buna bazıları kişilər mesela çoxlu beqadılmış o naməhəm nəfərət gələlər, müzahimə rəşətdir, xoşlar gəlmək, qeyd edəcəklər. Onun şöyle ifadədə əcəblər, nəzəri cüzlər, ama həll olmuşsunuz. Salonun üzrünüz danışabilirsiniz.